Siz yaxşı bildiyiniz bir sahədə bir iş görmək üçün daha da mükəmməlləşməyə çalışırsınız. Bir də baxırsınız ki, o sahəni sizin yarınız qədər bilməyən adam artıq işi keyfiyyətsiz şəkildə qurub, başlayıb və yarımçıq nəsə eləyir. Əsəbləşirsiniz, təəssüflənirsiniz, düşünürsünüz ki, insan necə biliyi, bacarığı olmadan bir işdə özünü peşəkar adlandıra bilər, amma artıq gecdir. Ağıllı fikirləşincə dəli vurdu, çayı keçdi məsələ var bizdə.